Xoş gördük, hörmətli izləyicilər. Sizə iyun ayının 4-ünə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin 3-dən 4-ünə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Temperatur gecə 17-20 dərəcə isti, gündüz 23-27 dərəcə isti olacaq. Rayonlarımızda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacaq. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 14-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Havalar nə qədər dəyişsə də əhvalınız hər zaman xoş olsun. Görüşənədək.